Salam gönül dostları, gönül insanları. Allahın rəhməti, bərəkəti, məğfirəti, hidayəti, gözəlliyi sizin üzərinizə olsun. Allah sizi daim qorusun. Hər zaman Allahın rəhməti, bərəkəti, hidayəti üzərində olasınız. Allah sizi daim qorusun. Hər zaman nəzəri sizin üzərinizdə olsun. Deməli 22-ci söhbətimiz olacaq Allahın izni ilə. Birinci şəhidimiz Quliyev Rəşad. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məğfirət eləsin. Allah onların məqamını ən uca eləsin. Deməli, təmizlik haqqında söhbətimiz olacaq. İslam dini təmizlikdir. İslam dini pakdır, gözəllikdir. Subhanallah. Çünki Allah özü də pakdır, təmizdir və təmizliyi sevir. Tövbə surəsi 108-ci ayədə buyurur ki, Vallahu yuhibbul mutahhirin. Allah təmiz olanları sevər. Allah pak olanları sevər. Subhanallah. Və imanın əlamətlərindən biri də təmizlikdir. Hədisdə də deyilir ki, "Ət-tuhuru şətrul imani." Yəni təmizlik imanın yarısıdır. Subhanallah. Çünki təmizlik olan yerdə xeyir olar, bərəkət olar, gözəllik olar, nur olar. Subhanallah. Təmizlik olan yerdə Allah olar. Subhanallah. Və təmizliyi deməli 3 hissəyə bölmək olar. Deməli birincisi bədən və geyim təmizliyi. Subhanallah. İnsan bədəninin təmizliyinə fikir verməlidir, önəm verməlidir. Çünki bədən təmizliyi çox önəmlidir. Çünki Allahın əmanətini ən gözəl saxlayıb, onu ən gözəl şeydə təhvil verməliyik. Və geyim təmizliyinə fikir vermək lazımdır. Köhnə ola bilər, köhnəlmiş ola bilər, amma natəmiz ola bilməz. Təmizliyə çox önəm verməliyik. Çünki müsəlman hər zaman nümunə olmalıdır. Hər zaman müsəlman olmayanlar da müsəlmana çox fikir verirlər. Ona görə biz təmizliyimə çox fikir verməliyik Allahın izinə. İkincisi gəlir ətraf mühit təmizliyi. Olur ki, insanın ətrafında natəmiz bir şey varsa, bir şey görünərsə, müsəlmanın vəzifəsidir ki, o təmizliyi, o natəmizliyi aradan qaldırsın. Bu da müsəlmanın ən böyük vəzifələrindən biridir. Və qəlb və niyyət təmizliyi. Bu isə insanın kindən, nifrətdən, həsəddən, pis o huylardan təmizlənməsidir. Çünki çirkliyi, natəmiz qəlbə Allah sevməz. Allah o qəlbi uğramaz. Subhanallah. Allah o qəlbləri sevməz. Onlarla bir yerdə olmaz. Ona görə müsəlmanın deməli həyat tərzi təmiz olmasıdır. Deməli təmiz bədən, təmiz geyim, təmiz ev, təmiz dil və təmiz qəlb. Subhanallah. Bunlar müsəlmanlığın əlamətlərindəndir. Müsəlmanın qəlbində yanan işıqlardır. Nəticə ilə demək istəyirəm ki, Allah Subhanahu taala bizi təmiz qullarına etsin, pak qullarına etsin və təmiz olaraq cənnətinə daxil etsin. Allah Subhanahu taala söhbətimizi xeyirli, faydalı, bərəkətli etsin.